həmçinin insanı qoruyan amillərdən biri də şər'i elmdir. Şər'i elmdir. Düzgün Qur'an və sünnə həqiqətən ismətdir, insanın qorunmasına səbəbdir. Ona görə, vaxt azdır. Vaxt azdır. İnsan, o dəyərli vaxtını kiminsə başının məhsulunu yox, dedikodu yox, Allahın kəlamını, Peyğəmbər s.ə.v-in sünnəsini oxumağa yönəlməlidir, ayırmalıdır. Amma görürsün, insanlar nə qədər, boş-boş, mənasız sözlərin üzərində mübahisə edirlər. Amma onun əvəzinə ayə gətirərək, Allahın əmrinə yönəltsələr nə qədər xeyir və bərəkət edir. Ona görə, səbəb fitnələrin çoxalması səbəblərindən biri də Quran və sünnədən uzaq düşməyimiz olur. Və çox vaxt deyirik, Quran və sünnə, amma görürsən ki, danışıqlarımızda nə Quran ayəsi var, nə hədis var. Ancaq söz. İnsan ya özün başının məhsulunu danışır və yaxud da kiminsə başının məhsulunu danışır və buna görə də xeyir və bərəkət də azalır. Ona görə görürsən ki, problemlər çoxalıb, fitnələr var, çəkil Buxarını oxur, Səhih Müslim'i oxur, Quranı oxur və görəcəksən qəlbin necə rahatçılıq tapır. Çünki bunların ikisi də vəhiydir. Quran da vəhiydir, hədis də vəhiydir və bərəkət də elə oradadır. Şəri elm insanın bədən üzvlərini şəhvətlərdən qoruyur və həmçinin qəlbini də şübhəli etiqadlardan qoruyur. İxlasla.com saytı tərəfindən təqdim olundu.